çox məsuliyyətli bir sınaqdan keçdi. Bu yığıncaqda iştirak edənlərimiz, xüsusən şagirdlər, onların müəllimləri. Onu nəzərinizə çatdırmaq istəyirəm ki, bizim regionda bildiyiniz kimi 10 məktəb var, musiqi incəsənət məktəbi. O 10 məktəbdən yalnız 5-inin nümayəndəsi keçir. Yəni yerdə qalan 5-i o müvəffəqiyyətə nail olmuyor. Onlara da arzulayaq ki, inşallah gələcək tədbirlərdə onlar da uğur qazanabilsinlər. Və bugün biz burada yığışmışıq, burada istedadlı şagirdlər yığışıq. Mən əminəm ki, bunların içində gələcəkdə Azərbaycan mədəniyyətinə öz töhfəsini verən uşaqlar, şagirdlər, insanlar çıxacaq. Bu UEF-in nəticəsi də elə odur ki, bu boyda əhəmiyyətli yer tutublar və onu da nəzərinizə çatdırım ki, bu son tədbir deyil. Bu aralıq bir tədbirdir. Bundan sonra bildiyiniz kimi, hələ vaxtı dəqiq bilinməsə də Bakıda keçiriləcək və o Bakıda keçirilən tədbirin koordinatoru, idarə etməni təyin ediblər. Və ona görə də mən də fürsətdən istifadə edib sizin ümumi bir bilmək istəyirəm. O 5 nəfər ən çox deməli yer tutan Bülbül adına uşaq incəsənət məktəbində 5 nəfər, bu uşaq incəsənət məktəbi 3 nəfər, 2 nəfər Səyid Rüstəmov, 1 nəfər Başxanov, 1 nəfər Xırdalan İncəsənət məktəbi. Burada əsas əhəmiyyətli nədir? Yəni Bakıda keçiriləcək tədbirdə hər kəsin iştirakı mühümdür, çox mühümdür. Yəni bir mən bilmək istəyərdim, burada deyilən adamların hər biri burada iştirak edirmi? Mən direktorlardan soruşmaq istəyərdim. Hamısı, yəni tutaq ki, bütün burada olan şagirdlər, onların müəllimləri və direktorlar burada iştirak edir. Çünki bunu niyə soruşuram? Bakıda keçiriləcək tədbirdə bizdə bunun hesabatını istəyəcəklər. Yəni, yenə də burada məsuliyyət ağır düşəcək məktəb direktorlarının üstünə, onların ora getməyi, o təşkilatçılıq və orada iştirak əsas sizin üzərinizə düşəcək.